Salam, salam köynələr. Hə, söhbət Qoçətdən gedəcək. Tam belə təsadüfi bir yaxın yoldaşdan öyrəndim ki, sən demə Qoç ət restoranlar şəbəkəsi iftara kimi fəaliyyət göstərmirlər. Yəni iftar vaxtına kimi siz gedib həmin restoranlar şəbəkəsindən heç bir, yəni məhsul ala bilməzsiniz, orada oturub çörək yeyə bilməzsiniz. Onu da deyim ki, Qoçət yəni ki, pis yaxşı şəhərdə bir 10 dənə restoranı var da. Yəni açığı mən biraz belə təəccübləndim. Çünki nəzərə alsaq ki, ümumiyyətlə Azərbaycan dünyavi dövlət sayılırıq da biz. Yəni bizdə ölkədə qanunvericilik, qanun bizim hökumətimiz İslam qanunu, yəni şəriət üstündə qurulmayıb. Biz dünyavi hökumətik. Yəni bizdə konstitusiya var, qanunlar var, məcəllələr var və digər və s. Ona görə mənə çox maraqlı gəldi ki, bax bizdə yəni biz İslam dövləti, yəni olmaya nə cür bizdə hər hansısa bir sahibkar özdəki qida sektoruna aid olan şəbəkə restoranlarının yəni sahibi olan bu cürünə belə bir daxili qanun tərtib eləyir. Yəni bilirsiniz, oranın böyüyü özü bilər indi. Namaz qılır, ibadət eləyir, Allah qəbul eləsin. Ümumiyyətlə Allah bütün oruç tutanların oruclarını, namazlarını, niyyətlərini qəbul eləsin. Amma ki, o qədər adam var ki, hansı ki oruç tutmur. Məsələn, adam var hansı ki öz yəni dini səbəblərə görə tutmur. Məsələn, tutaq ki, ateistdir, yaxud xristiandır, yaxud ümumiyyətlə turistdir, başqa bir ölkədən gəlib. Eləsi də var ki, məsələn, müsəlmandır, amma yenə də oruç tuta bilmir. Müəyyən səhhətində olan problemlər əsasında. Yəni bunun uşağı var, bunun nə bilim hamilə qadını var. Çox yəni burada o qədər bir belə yəni ki nümunələr çəkmək olar ki. Onu da məsələn deyək ki, həmin o Qoçətin filiallarından biri var yerləşir, tutaq ki, Patandartda, o Caspian Hospital'ın yanında. Oradakı bilirsiniz də, yəni o qədər adam gəlir, hamilə adamlar gəlir orada böyük bir doğuş sektoru da var da. Məsələn, müayinəyə, yəni özünüz bilirsiniz də, hamilə olan vaxtda kimsə, qadınlar neysə bir meyli çəkə bilər də, ət istəyə bilər, 1000 dənə şeydə axır ki, düz onun yanında restoran gedirsən orada neysə almağa deyir, yox, mən iftara kimi işləmirəm. Düşürsünüz. Yəni mənə elə gəlir ki, bu cürlə böyük qida sektoruna aid olan şəbəkələr ən aşağısı, yəni bizə vətəndaşlara hörmət eləməlidir və ayrı seçkilik salmamalıdır. Təsəvvür eləyin ki, bax indi biri baxdı buna, tutaq götürür Arazı, Veysəloğlu. Arazın 11.000 işçisi var. Azərbaycanın elə bir nöqtəsi yoxdur, Bakının elə bir nöqtəsi yoxdur ki, orada bunların dükanları olmasın. Tutaq ki, indi böyük oruç tutur, namaz qılır, Allah qəbul eləsin. Birdən qərara gəlir ki, əgər mən oruç tuturam, namaz qılıram, vəssalam. İftara kimi Araz marketlərdə heç nə satılmayacaq. Yəni qida almaq olmaz. Düzsüz olmaz. Yəni bu düzgün dögür. İndi nəyə gedir? Bütün indi Azərbaycan oturub gözləməlidir kim ki oruç tutmur ki saat nə bilim 7-də iftar nə vaxt açılacaq, onda getsinlər dükanlardan yeməyə məhsul alsınlar. Başa düşürsünüz? Yəni mənə elə gəlir bu düzgün dögür. Həmçindəki bax bu Qoçətin də rəhbərliyi ilk növbədə ölkənin qanunlarına hörmət eləməlidir. İkidəki vətəndaşların arasında ayrı seçkilik salmamalıdır. Bu qədər, qəlbdən qəlbə.